Qlokoma demək olar ki, gözdə ən ağır bir xəstəliklərdən biridir və vaxtında müalicə olunmayanda korluğa səbəb olur. Ona görə qlokoma xəstəliyi mütləq vaxtında müalicə olunmalıdır. Bu damcı ilə də ola bilər və əməliyyatla da. Əgər damcı ilə bu xəstəlik müalicə olunursa, yəni göz təzyiqi aşağı düşürsə, biz xəstələri hər il 6 aydan bir yoxlayırıq. Amma əgər damcılarla müalicə olunmursa, mütləq şəkildə bu xəstələrə əməliyyat tətbiq olunur. Və biz Dünya Gözdə həm implantsız, həm implantla müxtəlif növ əməliyyatları tətbiq eləyirik. Qlokoma gizli bir xəstəlikdir gözdə və insanlar tam dərk eləmir ki, bu xəstəlik onlarda var. Ona görə vaxtında müayinədən keçəndə və bu xəstəlik aşkar olunanda qlokoma müalicəyə tabe olunur. Bəzən insanlar elə düşünür ki, əgər gözdə təzyiq var, qlokoma var, korluq olacaq bu gözdə, elə deyil. Ona görə bu xəstələr mütləq şəkildə vaxtında müraciət eləməlidirlər və müalicə almalıdırlar. Sağlam günlər arzulayıram sizə.